Salam əziz şagirdlər, bugün sizlərlə 9-cu sinif buraxılış imtahanının suallarının izahına baxacağıq. Biz baxacağıq C variantına. Birinci C variantının cavablarını yazmışam. İndi isə gəlin bir-bir sualların izahlarına baxaq. Birinci başlayırıq 57-ci sualdan. 57-ci sualda bizə nə deyir? 57-ci sualda bizə verilib ki, düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Düzbucaqlının sahəsini biz bilirik ki, A vur B düsturu ilə tapılır. A olsun en, B də olsun uzunluq. İndi mən uzunluğu 40% azaldıramsa, bu əvvəlcə B idisə 40% azaldanda olacaq 0,6B. Enini də 20% azaldanda olacaq 0,8A. Birinci ümumi sahəm AB idi də. İndi bu sahəni tapaq, azaltdıqdan sonra olan sahəni. 0,8A-nı 0,6B-yə vururam. Bu da edəcək 0,48AB. Əvvəlcə sahə AB idisə, AB 100% edirsə, 0,48 AB də olacaq x%. Buradan x-i tapsam, 0,48-i 100-ə vuranda edəcək 48 AB bölək AB. AB-lər getdi, x çıxdı 48%. Əvvəlcə 100% idisə, indi 48-ə düşüb. Onda neçə faiz azalıb? 100-dən də çıxarıq 48-i. Edəcək 52% azalar. Düzgün cavab olacaq A variantı. İndi baxaq 58-ci suala. 58-ci sualda kubun tilini 2 dəfə azaltdıqda həcm neçə dəfə azalar? Kubun tili A hərfi ilə işarə edək. A-nı 2 dəfə azaldaq. Lap heç belə yazmayaq. Birinci, gəlin kub, həcm hansı düsturla tapılır? V bərabərdir A kubu. İndi biz tili 2 dəfə azaltdıqda, əvvəlcə həcm A kubu idi, yəni tili A idisə, bunu 2 dəfə azaldanda olacaqmı A bölü 2? Onda ikinci dəfə həcm olacaq V bərabərdir A bölü 2-nin kubu. Bu da olacaq A kubu bölək 8. İndi bizdən soruşur ki, həcm neçə dəfə azalar? Əvvəlcə A kubu idi, indi A kubu böl 8 oldu. Demək neçə dəfə azaldı? 8 dəfə. 58-ci sualda düzgün cavab olacaq A variantı. Keçək 59-cu suala. Baxaq 59-cu sualda bizə nə deyilir? 59-cu sualda AOB açıq bucağı verilib. Olsun A, O, B. Açıq bucağı. CO AB-yə perpendikulyardır. Perpendikulyardırsa burada 90 dərəcə var demək. Və bizdən DOC. DOC. DOC-ni verib 25 dərəcə. Bu hissə bizə 25 dərəcə verilib. DOC 25 dərəcədirsə, AOD-ni bizdən soruşur. Uşaqlar, fikir verirsinizsə, AOC 90 dərəcədirsə, demək x ilə 25 dərəcənin cəmi 90 dərəcə olmalıdır. Buradan x-i tapsaq, 90 dərəcə çıx 25 dərəcə. Bu da edəcək 65 dərəcə. Və cavab olur C variantı. 59-da oldu C variantı. Keçək 60-cı suala. 60-da bizə verilib m kvadratı çıxaq 5-in çıxaq m-in plus 5-in bölək 25 çıxaq m kvadratı bərabərdir. Uşaqlar, məxrəc.
Müxtəsər vurma düsturunun açılışıdır. 5 çıx m, 5 plus m formasında biz bunu yaza bilərik. Sürəti isə 2-2 qruplaşdıraq. M kvadratı ilə m çıx m-ni 1 götürək. Mənfi 5n-nə də müsbət 5m-i 1 götürək. M kvadratı ilə m-dən m ortaq çıxarsaq, burada qalacaq m çıx n. Mənfi 5n-lə müsbət 5m-dən də mənfi 5-i çölə çıxardıram. Onda olacaq burada n çıx m. Aha, bu formada. N çıx m. Bərabərdir. Burada birinci olduğu kimi yazıram. M çıx n. Burada birincidə m çıx n-dir, ikincidə n çıx m. Bunun mənfisini önə versəm, bura müsbət olacaq. Burada olacaq m çıx n. Məxrəci hələ ki olduğu kimi yazaq. Sürətdə m çıx n-i ortaq vuruq kimi çıxardıram. Burada da qalacaq m plus 5. Məxrəci yazaq olduğu kimi. Burada m plus 5-dən 5 plus m ixtisar gedəcək. Və cavab alınacaq. M çıx n bölək 5 çıx m. Olacaq B variantı. 60-cı sualda. Keçək 61-ci suala. 61-ci sual tənlik sualıdır. Verilib 3x çıx 2 bərabərdir 6. Çox sadə bir tənlik sualdır. X çıx 2-ni tapsaq 6-yı 3-ə bölərik 2. X də bərabər olar 4. Düzgün cavab olacaq C variantı. Sonra keçək 62-ci suala. Tənliklər sisteminə aid bir sualdır. 2x plus y 0, x minus y 6 olarsa bizdən soruşur x-i tap. Burada alt-alta toplasaq, y-lər ixtisar gedəcək. 3x bərabərdir 6. X-i buradan taparıq. 2. 62-də yenə olur cavab B variantı. Keçək 63-cü suala. 63-cü sualda hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının deyir qrafiki üzərindədir. Hansı nöqtə bu funksiyanın qrafiki üzərindədir? Uşaqlar, bu xətti funksiyanındır. Burada B6-dır. K-mız da kiçikdir 0. Onda biz qrafiki qursaq, B6-dırsa B ordinat ox üzərində olur. Yəni 6 nöqtəsi. K da mənfidirsə 2-ci, 4-cü rüblərdən keçir. Mən buradan baxıram ki, bu ordinat oxunu kəsdi. Ordinat oxunu kəsirsə, onun x-i olur 0. Onda cavab olur 0, 6. Bir dəqiqə. Yox, burada qrafik üzərindədir deyir. Hə, bu başqa. Bir dəqiqə. Heç buna ehtiyac da yoxdur. Yalnız yerinə qoyub da tapa bilərik burada. Məsələn, gəlin A variantından başlayaq. A variantından yazıb 6, 0. Yəni, bu birinci x-in, ikinci də y-in qiyməti olduğundan bunu qoyub hesablasaq, y bərabərdir mənfi 2 vur 6 plus 6. Bunun cavabı 0 etməyəcək. Demək, A düzgün cavab deyil. Hansı olar? 2 dəfə mənfi 10. Yox, 0, yox. Hə. Yerinə qoyub tapa bilərik. Məsələn, D variantına baxaq. D variantında mənfi 5, 16 verilib. Burada yerinə yazsaq, mənfi 2 vur, mənfi 5 plus 6. Görək 16 edəcəkmi? Bura 10 plus 6, burada 16. Bəli, onda düzgün cavab olur D variantı. 63-cü sualda. Sonra 64-cü suala baxaq. 64-də asan bir sual, Əkob-Əbob sualıdır. Əkob
bizdən verilib 1836 üstəgələk EBOB 10, 11. Biz deyirdik ki, əgər bir ədəd digərinə tam bölünürsə, onda o nəçob ilə böyüyə bərabərdir. Üstəgələk, qarşılıqlı sadə ədədlərdir 10, 11, onların əbobu 1-ə bərabərdir. Onda cavab eləyəcək 37. Düzgün cavab olacaq Y variantı. Sonra keçək 65-ci suala. 65-ci sualda çox sadə bir sualdır. X bölək 5 bərabərdir 21 bölək 15. Tənasüb sualıdır. 5-dən 15-ə keçmək üçün 3-ə vururuq. Buradakı ədəddə 3-ə vurulmalıdır. X vur 3 bərabərdir 21. X edəcək 7. Düzgün cavab olacaq C variantı. Sonra keçirik 66-cı suala. Baxaq 66-cı sualda bizə nə deyir? İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tap. İlk 10 ədəd deyirsə, ümumi halların sayı demək 10-dur. Yəni, mümkün halların sayı 10-dur. Əlverişli halların sayını tapmaq üçün 10 natural ədəddən hansı ədədlər sadə ədədlər? Məsələn, bir sadə ədəd deyil. 2, bəli, 3, 5, 7, neçə dənə olur? 4 dənə. Burada yazırıq 4. Cavab olur 5-də 2. Düzgün cavab olur Y variantı. Sonra keçirik 67-ci suala. 67-ci sual çevrəyə aid bir sualdır. Çevrə verilib. İçərisində həm daxili bucaq var, həm mərkəzi bucaq var. Bu hissə O, B, C, A. Bizə verilib ki, A, B, O. A, B, O. Bax bura. 22 dərəcədir. 22 dərəcədir. A, C, O. Buraya da verib 28 dərəcədir. Olarsa BAC, yəni daxilə çəkilmiş bucağı, BAC, yəni bucaq anı bizdən soruşur. Uşaqlar, siz fikir verirsinizsə, BO nədir? Radiusdur da. BO radiusdursa, başqa rəngdən göstərim. Mən burada AO-nu birləşdirsəm, bu da radius olar da. Onda bu hissələr bir-birinə bərabər deyil. Onda bu A, O, B. Bunlar necə üçbucaq? Bərabər yanlıda oturacağa bitişik bucaqlar bərabər olmur. Bura oldu mu 22 dərəcə. Eynən bu tərəfdə də buraya bərabər olmalı deyil. Bura 28 isə burada nə olacaq? 28. Onda A bucağı 22 ilə 28-in cəmi olmalıdır. Bəli. Onda bucaq anı tapanda 22 üstəgələk 28. Bu da eləyəcək 50 dərəcə. 67-də düzgün cavab olacaq A variantı. Sonra keçirik 68-ci suala. 68. Dəqiqə başqa rəngdən davam eləyək. 68. Baxaq 68-ci sualda nə deyilir? Tərəfi 12 olan kvadratın perimetri çox asan bir sualdır. Tərəfi 12-dir. Kvadratın perimetri 4 vur A düsturu ilə tapılır. Bu da 4-ü vuracağıq 12-yə. Olacaq 48. Cavab D. 69-cu suala baxırıq. 69-da yenə çox sadə bir sual verilib. 56 vuraq mənfi 15 bölək 14 vuraq 20 çıxaq 5 vur 10. İfadəsinin deyir, qiymətini hesablayın. Uşaqlar, burada 56-dan elə 14 ixtisar eləyək. Burada 4 düşəcək. Olacaq 4 vuraq mənfi 15. Burada 5 vur 10, 50. 20-dən də 10 çıxıram. Yəni, daha doğrusu 50 çıxıram. Eləyir mənfi 30. Mənfi 15-dən mənfi 30 gedəndə 2. 4 bölü 2. Bu da cavab edəcək müsbət 2. Olacaq G variantı.
Sonra keçirik 70-ci suala. 70-ci sualda yenə asan bir sual. Bu illəri həqiqətən çox asan düşüb demək olar. Suallar çox rahatdır. Çıxaq, D vuraq, X plus Y. Çox ədlisini deyir, vuruklara ayırın. Uşaqlar, fikir versə mötərizələrin içi eynidir. Onda X plus Y ortaq vuruq kimi çölə çıxardıram. Onda nə qalacaq? C çıxaq, D. Onda cavab olacaq X plus Y, C çıxaq, D. A variantı. Düzgün cavab olur A variantı. Onda 71-ci suala baxırıq. 71-ci sualda A verilib 1, 2, 4, 5, 6. B çoxluğu verilib 0, 1, 2, 3, 5. C 0, 1, 3, 6. Və bizdən soruşulur ki, A kəsişmə B fərq C-ni tap. A ilə B-nin kəsişməsini seçək. 1, 2, bir də 5. Və bunların, yəni 1, 2, 5-in C-dən fərqi hansıdır? 1 varsa, yox. 2 götürəcəyik. 5, bəli. Cavab olacaq 2, 5. Onda düzgün cavab olur B variantı. Sonra növbəti baxırıq 72-ci suala. 72-ci sualda AB üstdən xət, üstə gələk, BA üstdən xət bərabərdir 88, A çıxaq B. Şərtini ödəyən 2 rəqəmli AB xət ədədini bizdən soruşur. Bunu necə edərik uşaqlar? Bunu açaq, yazaq 10A plus B üstə gələk 10B plus A bərabərdir. Bu hissəyə hələ qalsın, daha doğrusu belə qalsın. Toplayanda bura 11A, 11B elədiyinə görə 11 çölə çıxardım. Qalacaq A plus B, burada olacaq 88, A minus B. Buranı niyə belə yazdım? Belə. 88-dən 11 ixtisar gedir 8 və gəlin bunu vuraq, açaq. A plus B bərabərdir 8A çıxaq 8B. 8B'ni bu tərəfə keçirsəm, olacaq 9B bərabərdir 9A. Yəni, yox, 9B bərabərdir 7A. 7A. Və bizdən də soruşur ki, AB ədədini tap. Elə onda AB ədədi buradan A 9 imiş, B də 7 imiş. Cavab onda nə olacaq? 97. Sonra baxıram 73-cü suala. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B 8, mənfi 8 nöqtəsində olan kvadratın sahəsini bizdən soruşur. Koordinat sistemi çəkirəm. 8, mənfi 8. Bura 8, burada olsun mənfi 8. B nöqtəsini buradan qururam. Təpə olur B nöqtəsi. Qarşı təpələrindən biri də olur koordinat başlanğıcı. Uşaqlar, buradan buraya qədər məsafə 8 isə, demək burada 8-dir, burada 8-dir. Kvadratın sahəsini soruşur. Sahə də A kvadratı, bu da edəcək 64. Sonra 74-cü suala baxıram. 74-cü sualda verilib 2 vuraq. Mötərizədə 2 tam 85-in kvadratı bölü 2
üstəgələk 7 tam 115'in kvadratı 115'in kvadratı bölü 2 üstəgələk 2 tam 85 vur 7 tam %15 ifadəsinin deyir qiymətini hesablayın. Burada gəlin bu ikini bu mötərizənin içinə vuraq, açaq bu ikini. Vuraq bu mötərizənin içinə, çöldəki ikini. Vursaq bunlar ixtisar gedəcək, amma buraya nə əlavə olunacaq? Bir dənə 2. Onda bu elə A plus B mötərizənin kvadratının açılışına oxşayacaq. Bəli. Onda demək 2 tam %85 üstəgələk 7 tam %15'in kvadratı olacaq. 9, 10 bu da olacaq 10'un kvadratı. Cavab da olacaq 100. Düzgün cavab olacaq 100. Sonra keçirəm 75-ci suala. 75-ci sualda bizə verilib ki, x, y, z natural ədədlər üçün x vur y 6, y vur z 18 olarsa, x plus y plus z cəminin ən kiçik qiymətini bizdən soruşur. 6 olması üçün hansı ədədlər olar? 1, 6, 6, 1, 2, 3, 3, 2. Burada fikir verirsə, y ortaqdır. Y ortaqdır. Burada. Onda, məsələn, ya nisbətinlə tapaq. X, y-i bölərəm y, z-ə, yəni 6 bölək 18. Buradan y-lər ixtisar getsə, x böl z bərabər olarmı? 3'də 1. Aha. Yəni, z-imiz 3 dənə x-ə bərabərdir. Z-imiz 3 dənə x olursa, onda mən x-i 1 qəbul edə bilərəm. X 1-dirsə, y neçə olacaq? 6. Onda z də 3 dənə x-dirsə, z-imiz də neçə olur? 3. Və bunların cəmini soruşur. Cavab da edir 10. 76-cı suala baxaq. 76-cı sualda bizə nə deyir? Gəlin indi ona baxaq. Bərabər tərəfli LM-in üçbucağının sahəsi bərabər tərəfli ABS üçbucağının sahəsindən bu qədər böyükdürsə, bir dənə bərabər tərəfli üçbucaq çəkək. 2 dənə bərabər tərəfli üçbucaq var. Biri L, M, N üçbucağı, biri A, B, S üçbucağı. Bu ABS üçbucağının perimetrini verib 64. Daha doğrusu 9. 9 verib. 9 veribsə bunun tərəfləri neçə olacaq? 3 olacaq. Aha. Tərəf 3-dürsə bunun sahəsini tapa bilərəm da. Bərabər tərəfli üçbucağın sahəsi hansı düsturla tapılırdı? A kvadratı kökdə 3 böl 4 düsturundan tapılırdı. Bundan istəyirsiniz gəlin tapaq. Tərəf 3-dürsə olacaq 9 kökdə 3 böl 4. İndi L, M, N. Üçbucağın sayısı bundan 16 dəfə böyükdürsə, bunu vuraram 16-ya. Burada olacaq 36 kökdə 3. Demək, bu üçbucağın sayəsi 36 kökdə 3'dür. Bizdən də tərəfini soruşur. 36 kökdə 3'ü bərabər eləyirəm A kvadrat kökdə 3 böl 4'ə. Kökdə 3'lər gedir. A kvadrat eləyəcək 144. A da çıxacaq 12. Keçək 77-ci suala. 77'də x-i verib 5 çıxaq 2 kökdə 6. Y-də 5 üstəgələk 2 kökdə 6 olarsa, x, y bölək x plus y-i bizdən soruşur. Şuralar x, y vuranda bu a minus b, a plus b-yə görə 5 çıx 2 kökdə 6 vuraq 5 üstəgələk 2 kökdə 6 kimi yaza bilərik. Toplayanda 2 kökdə 6'lar ixtisar gedir 10 alınır. Bu da 25, 5'in kvadratı 25, çıxaq 2 kökdə 6'ın kvadratı da 24 eləyir, bölək 10. Bu da edəcək 10'da 1, 0, 10'da 1. Sonra keçək 78-ci suala.
78-ci sualda 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Yazıram x plus y bərabərdir 50 kiloqram. Hər gün birinci yeşikdən 3 kiloqram. İkinci yeşikdən 2 kiloqram qənd götürdülər. 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərin yeşiklərdə bərabər miqdarda qənd alır. Bu gündə 3 kiloqram götürülürsə, 6 gün olması üçün 3 vur 6 yazacağım. Bunda da 2 vur 6. Onda x çıx 18-i bərabər eləyəcəm y çıx 12-yə. X, y-i bu üzə keçirsəm, 18-də o tərəfə keçirsəm 6. X plus y 50-yi də gətirib 6-a yazıb sistem təlinlik kimi həll eləyək. Y-lər gedir 2x bərabərdir 56, x eləyir 28. İndi məndən də soruşulan əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi. Birinci yeşikdə olan da x deyildi. Ona görə düzgün cavab olacaq 28. Sonra keçirəm 79-cu suala. 79-cu sualda satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Alır 12 qəpik, satır 15 qəpik. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alğı-satqısından 6 manat çox gəlir əldə edərsə. Birinci 6 manatı gəlin qəpiyə çevirək. 600 qəpik edəcəkmi? Bəli. İndi bizdən 12 qəpiyə alıb 15 qəpiyə satırsa, bu nə qədər qazanc əldə edir hər şardan? 3 qəpik qazanc əldə edir. Onda yazaram mı? 3x. 5 şar partladısa, 5 şarımızın birini də 12 qəpiyə almışdısa bu, 5-i 12-yə vururam. Demək bu 60 qəpiyi itirdi da. Onda yazıram çıxaq 60. Burada da 600 manatdan çox gəlir əldə edir deyirsə, böyükdür 600. 3x böyükdür 660. X də böyükdür 660 da böləndə edəcək 220. 220-dən də böyük cavab olacaq 221. Demək 221. 79-cu sualda. 79-da 221 çıxdı. Amma burada görünür onda cavabları yazanda səhvə yol verilib. Bir dəqiqə bunu düzəldək. Cavab olur 221. Sonra keçirik 80-ci suala. Baxaq 80-ci sualdan bizə nə deyilir? Şəkildə verilən fiqurda düzbucaqlı üçbucaq verilib. Bunu hələ birinci bunu işləyək. Düzbucaqlı üçbucaqdır. 90 dərəcə. Katetlərin biri digərindən 2 sm böyükdür. Biri digərindən 2 sm böyükdür. Katetlərin biri. Katetlərin birinə x desəm, onda bura olacaqmı x plus 2. Hipotenuzdan isə 2 sm kiçikdir. Biri digərindən hipotenuzdan isə 2 sm kiçikdir. Onda mən bunu dəyişik yazım ki, uyğun gəlsin. Onda bura x minus 2 yazaq. Bu 2 sm böyük oldu. Bu hipotenuzdan da 2 sm kiçik olması üçün belə yaza bilərik. Və Pifaqor teoremini tətbiq edirəm. Yazıram x plus 2-nin kvadratı bərabərdir x minus 2-nin kvadratı üstə gələk x-in kvadratı. Açaq x kvadratı plus 4x plus 4 bərabərdir x kvadratı minus 4x plus 4 plus x kvadratı. Burada 4'lər belə ixtisar gedə bilər.
x kvadratları da gedəcək hətta buradan. Aha. Onda 4x olacaqmı? X kvadrat minus 8x bərabər 0. Bu zaman kökün biri 0, biri də olacaq 8. 0'ı da götürə bilmərəm. Və bizdən hipotenuzu tap deyir. 8 plus 2 cavab da edəcək 10. 80-ci sualda. Baxaq 81-ci suala. Bizə bu formal şəkil var. Çevrə ilə üçbucağa aid. Bura B, O, C, bu hissəni də verib A. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC diametrdir. BC qövsünün uzunluğu. BC qövsünün uzunluğu, yəni bu qövsün uzunluğu verilib 4 pi. BC qövsünün uzunluğu 4 pidir. Uşaqlar, bir təpədən çevrəyə 2 toxunan çəkilirsə, bu hissələr bir-birinə bərabər olur. AO 6-dır. Bu hissəyə 6 verilib. AB AC-yə bərabər yenə yazılıb onsuz. Verilən fiqurun sahəsini tapın. Verilən fiqurun sahəsini tapmaq üçün nə edərik? Düsturumuz var idi. Alfa bölək 360 vuraq 2 pi r düsturundan. 180, çünki yarım çevrədir. Yarım çevrə 180 dərəcə olur. 360 vuraq 2 pi r. Bu gedir, 2-dən 2 gedir. Bunu bərabər edirəm 4 pi-yə. Çünki buranı 4 pi verib bizə. Burada pi-lər də gedir. R-i tapırıq 4. R-i tapandan sonra çevrənin sahəsi pi r kvadratı ilə tapılmırdı. Amma bizdə tam çevrə deyil, yarım çevrədir. Ona görə yarısından tapacağım. Bu da bərabərdir. Pi vuraq 16 bölək 2. Etdi 8 pi. Bu hissəni tapdıq 8 pi. Çevrəyə aid olan hissəni. Qaldı üçbucaq olan hissə. Üçbucaq olan hissəni necə taparıq? Bizim R-imiz 4 çıxmamışdı. 4, burada 4. Onda bunun oturacağı 8. Hündürlüyü neçədir? 6. Elə bir hündürlüyü 6 üçbucağın. Oturacağı da 8. Onda S bərabərdir. AH böl 2 düsturundan 6 vur 8 böl 2. Bu da edir 24. Və ümumi sahəni tap deyəndə də S ümumi bərabərdir 8 pi plus 24. Belə uşaqlar, sağ olun.